və Peyğəmbər s.ə.v-in sözü Kullun nasi yağdu fəbəi'un nəfsəhu fəmu'tiquha əv mubiquha. Yəni, insanlardan hər biri əməl edir. Hər biri səhər evindən çıxıb işə gedir, nəfsini sataraq ya azad edir və yaxud da həlak edir. İbn-i Seymiyyə rahimehullah buyurur, Kullun nasi yəbdəu yevməhu minəl-qadvəti bil-əməl. Yəni, insanlardan hər biri günün əvvəlini işlə başlayır. Və hədə şeyun müşahəd və bu da müşahidə olunan bir işdir. Fəinnə Allah Teala cəaləl-leylə səkənə. Yəni, Allah Teala gecəni sükunət, istirahət, rahatlıq üçün yaratmışdır. Və huvəl-ləzi yetəvəffəkum bil-leyli və ya'ləmu mə cərahtum bin-nəhəri thumma yəb'afukum fih. Gecə sizin canınızı alan odur. Ən'am surəsi, yəni 60-cı ayə. Yəni, bura vəfat sözü keçir. Yuxu özü də kiçik ölümdür. Sizi gecələr yuxuya daldıran, yəni bu minvallah sizi bir növ ölüm halına salıb, hiss həyəcanından məhrum edən, gündüz isə nə etdiyinizi, nə qazandığınızı bilən odur. Sonra o sizi gündüz yuxudan oyandırır ki, müəyyən olunmuş vaxt əcəl gəlib yetişsin, sonra onun hüzuruna qayıdacaqsınız və sonra da o sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir. Fəhədə nəvmül-ləzi yəkunu fil-leyl huvə vəfatun suğra. Yəni, gecə olan bu yuxu kiçik vəfat ölümdür. Təhdəu fihil-asab. Və o yuxuda insanın əsəbləri sakitləşir. Və yəstərihu fihil-bədən. Və bədən istirahət edir. Və yüstəcəddu nəşaduhu lil-əməlil-muqbil. Və gələcək qarşıda olan əməl üçün insan fəallaşır. Yəni, onun fəallığı artır, təzələnir. Və yəstərihu minəl-əməlil-madi və keçmiş işdən də artıq istirahət edir.